Salam, hər vaxtınız xeyir olsun, hörmətli Əmlak TV izləyiciləri. Bugün Biləcəri qəsəbəsinin düz mərkəzində Ağsaray Şallıq evinin yanında marşrutlardan 50 metr məsafədə olan, yəni marşrutlar hansılar keçir, onu da sizə izah edeyim. 202 marşrut gedir, demək, Poselka Kirovdi, Azadlıq metrosu, Gənclik metrosu və Nərimanov. 92 gedir Avtovağzal, Şamaxınka, 20 yanvar, bir də Əzəm metrosuna gedən marşrutlar keçir evin yaxınlığından. Ev sot yarımda inşa edilib, yarım sotdan birisi artıq həyəti qalıb, 2 maşınlıq həyəti qalıb. Buyurun, baxın, darvaza bu hissədə gördüyünüz kimi yerləşir. Ev tam təmirlidir, özünə şəxsi tikilmiş evdir, 2 daş kürsüdən ibarətdir. Daxil oluruq evin içərisinə, 3 otaqdan ibarətdir evimiz. Bura evin dəhliz hissəsidir. Buyurun, baxın. Bu tərəfə də otaqlara gedən dəhlizdir. Döşəmə hissəsi dəhlizdə də sanitar qovşağı, 2 dənə sanitar qovşağı var. Sanitar qovşağıda da döşəmə hissəsi istifoldan ibarətdir. Bura sanitar qovşağın biridir. Vannası da var. Asılmayıb yan klyonkası ilə üstündədir. Burada ikinci sanitar qovşağı yerləşir. Buyurun, baxın. İkinci sanitar qovşaq, bu da tam təmirli, istifoldan ibarətdir. Kombi aparatı burada yerləşir. İstifolun xətləri burada gördüyünüz kimi görünür. Daxil oluruq dəhlizdən mətbəxə. Mətbəx də tam təmirlidir, istifoldan ibarət. Mətbəx mebeli satışdan sonra qalacaq. Gördüyünüz kimi təzə yığılıb. Pəncərə öz həyətinə baxır. Kondisioner qalır. Kondisioner qalır. Çıxırıq dəhlizə və dəhlizdən gedirik. Daxil oluruq qonaq otağına. Qonaq otağı gördüyünüz kimi tam təmirlidir. Kondisioner bu otaqda da qalır. Wi-Fi fəaliyyət göstərir. Pəncərə öz həyətinə baxır buradan. Qapılar qoz ağacındandır. Qonaq otağının ölçüsü hardasa bir 25-27 kvadrat olar. Buradan daxil oluruq yataq otaqlarının birinə. Kombi radiator hal-hazırda işlək vəziyyətdədir. Çıxırıq qonaq otağına. Bəzi əşyalar satışdan sonra qalacaq və daxil oluruq ikinci yataq otağına. Buyurun, baxın. Taxt da ola bilsin, satışdan sonra qalacaq, danışığa baxır. Və burada şifoner də var, yəni paltar dolabı. Döşəmə hissəsi burada taxtadır. Ev tam təmirlidir, 2 sanitar qovşaqdan ibarətdir. Mətbəx də iridir. Hörmətli izləyicilər, bir daha təkrarım, ev yerləşir Biləcəri qəsəbəsinin mərkəzində 50 metr məsafədə, dayanacaqdan 50 metr məsafədə. Burada da yay mətbəx yerləşir navəsinin altında. Gördüyünüz kimi yay mətbəxidir. Bu evin ilkin qiyməti 110.000 manatdır. Real alıcıya da endirim olacaq. Xahiş edirəm Əmlak TV kanalına abunə olun, videolarımızı bəyənin, paylaşın ki, gələcəkdə yeni çıxmış evlərlə sizi tanış edə bilim. Əlaqə nömrəsi 055 511 0502. Çox sağ olun, təşəkkürlərinizi bizə görə.